Biz danışa dünya axırı gələcək. Вы говорите, что конец света придет. Dostlar, yəni o qədər uzun danışacağım da. Я вот так долго говорю. Biz Yaqubun həyatından danışırıq. Мы говорим о жизни Иакова. Yaqubun həyatının belə deyək, biraz qabağa tutulancı ölümün ərəfəsinə gəlib düşəcək. Yaqub ölümündən bəlkə bir neçə saat əvvəl, bir neçə dəqiqə əvvəl, bəlkə bir neçə gün əvvəl oğullarını yığır başına və onlara xeyir-dualar verir. Ага. Что делает Яков перед смертью? Может быть, за несколько минут, за несколько часов, за несколько дней, мы не знаем. Но он собрал своих сыновей. Başladı böyük oğlundan, yəni oxuya bəs 49-cu fəsli, 4-cü oğlunda çatanda o birdən-birə həm oğlunun nəsli haqqında və həm də dünyanın sonu haqqında danışmağa başladı. И вот у него было 12 детей, не ошибаюсь, да? И вот он первого, старшего благословил. И мы смотрим, что в Писании, когда он доходит до 4-го, а его благословит его семье и говорит вперед на будущее. Gəl istəyəm o yerləri oxuyaq. Bu 4-cü oğlu Yahudadır. Ага. Его 4-й сын, его звали Иуда. Давайте прочитаем вместе. 8-ci 12-ci ayələri. 8-12 стих. Yahuda, qardaşların səni məth edəcək. Düşmənlərinin boynu əlində olacaq. Atanın oğulları önündə səcdə edəcək. Yahuda bir aslan balasıdır. Ey oğlum, sən şikara çıxanda bir şir kimi yerə əyilirsən. Dişi aslan kimi torpağa yatırsan. Kim səni yerindən qaldıra bilər? Padşahlıq əsası Yahudanın əlindən getməyəcək. Hökümdarlıq əsası onun nəslindən itməyəcək. O vaxta qədər ki, əsanın sahibi gələcək. Onda xalqlar ona itaat edəcək. Eşeğini tənəyə, ulağını ən seçmə bir tənəyə bağlayacaq. Paltarını şərabda, köynəyini üzümün qızıl qanında yuyacaq. Gözləri şərabdan da parlaq olacaq, dişləri süddən də ağ olacaq. Иуда, рука твоя будет на шее твоих врагов. Сыновья твоего отца будут кланяться тебе. Ты молодой лев, Иуда. Ты возвращаешься с добычей, мой сын. Как лев, он припадает к земле и ложится. Как львица, кто осмелится его потревожить? Скипетр не покинет Иуда, и потомки всегда будут держать жезл правителя, пока не придет тот, кому он принадлежит, тот, кому покорятся все народы. Он привяжет своего осла к виноградной лозе, своего осленка к лучшей ветке. Он омоет одежды своей вине, одеяние свое кровь винограда. Глаза его будут темнее вина, зубы. Amin. Yaqub oğlunun, nəslinin və gələcəkdə baş verəcək hadisələrdən danışır. Иаков говорит о его потомстве и что произойдет в будущем с его потомством, в принципе, о будущем. İlk dəfə Məsih haqqında peyğəmbərlik biz oxumuşuq ki, bu Yaradılış kitabı 3:15-də keçmişdi. Первый раз мы видим о пророчестве, о Мессии, сказано в Бытие 3 глава 15 стихе. Qadının toxumu gələcək ilanın balasının başına əzəcək. Ага. Семя женщины будет bit zmeyi голову. Sonra görür ki, Allah İbrahimə deyir ki, nəslindən olan biri gələcək və ona xeyir-dua verəcəm. Nəslindən olana torpaq verəcəm. Ага. Потом он Аврааму обещает, что произойдет от тебя такой, которым я благословлю. Yaqubun həyatına baxanda fikirləşirsən ki, heç o bu barədə bilə bilməzdi nələrsə. Amma lafdan elə bir peyğəmbərlik elə ki, Когда мы смотрим на жизнь Якова, мы можем подозревать, что он даже не знает об этом. Но вот сейчас, вот, когда благословит, вдруг раз, и вот такое пророчество. Və o, Məsihin həm birinci gəliş haqqında danışır, həm də ikinci gəlişi haqqında И если danışır. вы внимательно заметили, он говорил о первом пришествии Мессии и также о втором пришествии. Deyir, oğlum, sən o hakimiyyətin, Yahudan, sənin nəslinin hakimiyyəti, əsanın əsl sahibi, yəni əsl hakimiyyət sahibi olana gələnə qədərdir. Какой стих? Доколе придет, Скипетр не Ага. покинет, Скипетр не покинет Иуду, потому его, пока не придет. его всегда будет держать жезл правителя, пока не придет тот, кому он принадлежит, тот, кому покорятся все народы. Hə. O elə bir padşah olacaq ki, onu bütün xalqlar ona tabe olacaq və əbədi padşahlığı olacaq. Он будет таким царем, что все народы им поклонятся, и другие цари будут поклоняться ему. Və maraqlısı budur ki, o deyir ki, onu xarakterizə eləyəndə bu ikinci gəlişinə aid olan bir şeydir Məsihin. Birinci gəlişinə idi. İkinci gəlişinə aid olan isə odur ki,
O eşeğini tənəyə bağlayacaq, köynəyini şərabda yuyacaq və gözlər şərabdan da parlaq olacaq, dişlər süddən də ağ olacaq. Вот мы читали первую часть, когда придет Христос, и здесь говорится о второй части. Он говорит, он привяжет своего осла к виноградной лозе, своего осленка к лучшей ветке. Он омоет одежду в своей вине, одеяние свое в крови винограда. Yəni vaxt gələcək bütün bu şeylər hamısı icra olunacaq. Время придет, когда все это свершится. Və bu şeyləri baş verənə qədər hansı hadisələr ola bilər? Bu gün biz onlar haqqında danışacağıq. И учиться, какие будут происходить события, мы будем об этом говорить. Ümumiyyətlə gələcək haqqında imanlılar çox vaxt danışmırlar, bu mövzudan qaçırlar. Вообще люди, верующие, не всегда любят говорить о будущем, они стараются убегать или менять тему. Çünki deyirik biz bilmirik və Məsih gələcək. Bununla kifayətlənirik. Многие говорят, я не знаю, но знаю, что Христос вернется. Hə, bununla kifayətlənirik çox vaxt. Здесь достаточно. Detallarca bu nə vaxt nə olacaq, nə baş verəcək, bunları axsaqlıyla ilahiyyatçılar üçün deyirlər qoy onlar müzakirə etsin. Ага, и детали всегда мы, христиане, оставляем кому? Богослову. Это их задача, их работа, они умнее, пусть они разберутся. Amma fikir verin ki, yaradılışdan vəhə qədər gələcəkdə baş verəcək hadisələr danışılır. Ага. Но если мы обратим внимание, с книги Бытия до книги Откровения говорится о том, что будет происходить в будущем. Əgər bu ikinci dərəcə, üçüncü dərəcəli mövzu olsaydı, kəlam bundan az danışardı, amma bütün kəlam bundan danışır. Если бы это было второстепенная тема, то Писание об этом мало бы говорит. Но мы видим, что оно об этом говорит ясно. Amma imanlılar çox vaxtı çalışır bu mövzulardan yənisində. Но христиане часто стараются обойти эту сложную тему. Daha maraqlısı odur ki, biz müjdədə bunu istifadə eləmirik. И самое удивительное, что мы никогда не говорим об этом, когда с кем-то делимся радостной новостью. Təsəvvür edin, daha doğrusu yadımıza salaq, vəftişi ya İsa Məsih, onlar necə vəz edirdilər? И давайте вспомним, как проповедовал Иоанн Креститель Иисус Христос. Və yaxud da şagirdlər, Или как ученики, что они использовали? onlar nə deyirdilər ki, tövbə edin, Allahın padşahlığı yaxınlaşır. Они говорили, покайтесь, ибо приблизилось Царство Небесное. Bu Allahın padşahlığı yaxınlaşır, o deməkdir ki, bu artıq gələcəkdə Allahın tam padşahlığı qurulacaq. Это что значит, когда Царство Божье? Значит, Царство Божье придет, и оно будет построено. Və Salonikilərə məktubda Həvari Paul özü necə danışır, o barədə deyir. Ага, и Фессалоникийцы апостол Павел Я сам скажу, ты своими словами. говорит, O deyir ki, siz deyir İsa Məsihə, İsa Məsihin gəlişinə iman etmək üçün bütlərdən döndünüz. ага, İsa Mesih'in geldi. İsa Məsih ikinci gəlişinə Ha. gözləmək üçün bütlərdən döndünüz. Ага, вы уверовали в том, что Христос вернется второй раз, и поэтому отвернулись от идолов ваших. Yəni müjdeyə ondan başlayıblar ki, müjdəçilik bundan gedib ki, İsa Məsih qayıdacaq. Yəni bu bizim müjdenin ayrılmaz bir hissəsi Ага, olmalıdır. то есть их радостная весть, она была чуть-чуть иной, они говорят о том, что Христос вернется второй раз. Salonikilərə məktubda başqa bir yerdə Paul deyir ki, mən bu şeyləri o Məsihin əleyhidarı haqqında danışır, son dövrlər haqqında danışır. Deyir ki, bu şeyləri mən sizin yanınızda olanda öyrədirdim. Ага. И Павел в другом месте также Фессалоник говорит, что когда я был у вас, я говорил об этом и учил вас, когда был с вами. Əgər ilk kilsə buna bu cürlə aksent verirsə, vurğu qoyursa, biz niyə qaçmalıyıq bunun üstünə? Если первая церковь обратили на это внимание, и почему мы должны избегать эту тему? Əgər biz Məsihçi doktrinlərini, Məsihçi təlimini, əsaslarını olanı qoysa və ancaq əxlaqdan necə həyat tərzi sürməli olduğumuzdan danışsa, onda biz başqa dinlərdən heç bir fərqimiz qalmır. Ага. Если мы оставим главные доктрины, которые Господь хочет научить нас, и будем говорить о нравственном поведении, то это ничем не будет отличаться от других религий или учений. Bizim imanımızı başqalarından fərqləndirən odur ki, biz təlimimiz ona ibarət ki, Allah kimdir? Allah bizim üçün nə edib? Allah bizim üçün nə edir və Allah bizim üçün nə edəcək? Мы отличаемся от других тем, что мы задаем эти вопросы. Кто Бог для нас? Кто такой Бог? Что Он сделает и что будет делать? Может быть, что-то... Даже делает сейчас. И что Он делает сейчас? Əgər bunları çıxartıb bunlardan danışmırıqsa, biz sadəcə əxlaq müəllimləri, ancaq nəyi necə olmalıdır ondan danışırıq. Если мы уберем эти 5-6 вопросов о Господе Боге, то мы будем говорить о том, что правильно, а что такое неправильно. Yaxşı, gəlin baxaq ki, son dövrlərdə hansı əlamətlər olacaq Məsihin gəlişinə aid. Давайте посмотрим, какие будут по последнее время
знамения. Əslində məsihçi aləmi bu mövzuda fərqli yanaşır. На самом деле, христианство подходит к этому с разных сторон и говорит разное. Və daha üstünlüyü təşkil edənlər var, daha az, sadəcə az olan yanlışmalar var. Есть у кого есть большинство в каком-то мире, у кого-то есть меньшинство. Amma mən çalışıram bu ilə öz baxış bucağımı, kəlamla mən necə görürəm o ilə bölüşüm Но sizə. сегодня будет оригинально. Саид поделится своим видением, как он видит Слово Божье. Laf eləcə şey. Nə düz qalib bax. Yəni bu seçdiyim mövqelərdən daha çox hansına daha çox? Он говорит, что я все изучая, может быть, тоже займу какую-то позицию, потому что как я это вижу из Писания. Вот так. Və Ага. birinci dəyişikliklərdən biri Məsihin gəlişindən öncə bu kütləvi şəkildə imandan dönmələr olacaq. Первое, что какое поколение перед приходом Христа говорит, что большинство откажется от Иисуса, отвернутся от Иисуса. Отстуpleniya. Отступление. Bu elə bir dövr olacaq ki, insanlar imanlı olacaqlar, imanlı adı altında, amma imanlı kimi yaşamayacaqlar. Это говорит о том, что многие будут называться верующими, но не будут жить как верующие в Иисуса Və Христа. Həvari Paul bu barədə danışır. İsa Məsih özü danışır bu barədə. Павел об этом говорит, Иисус Христос об этом говорит. Çox maraqlı orada bir məqam var. İsa Məsih danışanda bu barədə deyir ki, son dövrdə müjdə bütün dünyaya yayılacaq. И очень интересно, он говорит, что в последние времена Евангелие Божье будет распространено по всему миру. Təsəvvür, yəni bu demək ki, məsihlər o qədər aktiv müjdəni yayacaqlar. İvətdə, nə bilim, cürbəcə şeylər. Hər yerdə müjdəni yayacaqlar. Да, большой плюс это значит, что христиане будут так распространять Евангелие, будут делать такие мероприятия, чтобы больше и больше людей узнали благую весть. Bəs hansı imanlılar bunu edəcəklər? А какие будут верующие это делать? Bax bu sual yanır daha çox. Это мы задаемся этим вопросом. Bunu hamıya şamil eləmək olmaz, amma İsa Məsih həmin kontekstdə bir söz dedi. Deyir ki, qanunsuzluq artdığından insanlarda məhəbbət soyuyacaq. Это не ко всем относится, но Христос сказал, что когда умножится беззаконие, любовь ослабнет. Və kəlam ki, Həvari Paul yazır bunu Timoteyə məktublarında, deyir ki, son dövrdə imanlılar yanlış təlimlərə daha çox üstünlük verəcəklər. Ага, и Павел писал о том, что в последние времена ложных учений будет много. Yalancı müəllimlər, insanlar xoş olan sözlər danışan insanlar çıxacaq. Ложные учителя, пророки, они будут говорить такие приятные слова, что будет захватывать ваши сердца и уши. Və imanlılar yanlış təlimi yaymağın, bu şeylərin belə doktrinləri, bu şeyləri heç sayacaqlar. Yəni bu önəmli olmayan bir şeylərdir. Bir de taşıyarak. Doktrinləri, təlimləri, bunları səthi yanlışacaqlar, vacib saymayacaqlar. И верующие же люди будут уже относиться к важным вещам, доктринам веры посредственно. Əslində bugün həmin şeyləri daha çox müşahidə eləmək olar. Можем наблюдать это сегодня. Fikir verin, bir çox xarici kilsələrdə elə bizim özümüzdə bəlkə tapmaq olar. İnsanlar müqəddəs kitabın vacib prinsiplərini heç sayıb yaşayırlar. Если вы обратите внимание, принцип Вселенской Церкви сейчас, да, принципы Библии, они сейчас уменьшены. Fikir versək görə bilərsiniz ki, qeyri-ənənəvi cinsi orientasiyası olan insanlar kilsələrdə pastorluq eləyir və təlim öyrədirlər. Если вы можете видеть, да, люди, которые нетрадиционной ориентации, сейчас управляют церквями, проповедуют, Və xeyir dua verirlər, nikah keçirirlər. благословляют браки. Bu yaxınlarda bir qardaş gəlmişdi bura. Onun atası danışır ki, Baptist kilsəsində pastordur və öz qızını başqa bir qadınla evləndirmişdi. Burada. Ya burada xaricdə. Недавно я говорил с одним мужчиной, сам в шоке, поэтому не обращайте на меня внимания. Он рассказывал о том, что недавно кто-то из знакомых, да не он сам, будучи пастором, его отец благословил свою дочку другой девушкой. Mən getmədim bu şeyə, çünki deyir, mənim gözümdə bu iyrənc bir şeydir. Говорит, я не участвую, потому что я не участвую в грешных делах. Və imanlılar adı altında qalıb Rəbdən uzaqlaşmağa И başlayacaq. люди, называясь верующими, участвуют в таких делах. Və biz bugün bu şeyləri danışırıq ki, bu şeylər baş verəndə biz şoka düşməyək ki, niyə bu belə olur, necə olur imanlı deyə özünə belə şeylər baş Мы verir. сегодня об этом говорим, чтобы в будущем не удивляться и не падать духом, а как это могло случиться. Əsl imanlı həmin vaxtı ayıq dururlar və yenə də Allahın kəlamını möhkəm yapışırlar, sağlam ünsiyyətdən möhkəm yapışırlar ki, qorusunlar özlərini. Люди, которые по-настоящему знают Христа, и Он знает их, они знают Слово Божие, они держатся крепко и не меняют своих принципов. Və bu etaplar, bu soyma dövrü davam eləyəndə başqa bir hadisə baş verəcək. И когда этот этап охлаждения, он продолжается, происходит следующее событие. Bu 1-ci Saloniklilərə 4-cü fəsil, Это 1 Салоникам 4 глава, 16-17-ci ayələr. 16-17 стих.
Rəbb açsız. 1 Фессалоникийцам, 4 глава, 16-17. Rəbb öz əmrini səsləndirməklə baş mələyin sədası və Allahın şeypuru ilə göydən enəcək. Əvvəlcə Məsihdə olaraq ölənlər diriləcək. Ondan sonra sağ qalan bizlər Rəbbi havada qarşılamaq üçün onlarla birgə buludlar içində götürülüb aparılacaq və beləcə daima Rəbblə olacaq. Потому что Господь сам придет с небес, о чем возвестит громкий клич, голос архангела, труба Божия, и умершие с верой во Христа воскреснут первым. Потом и мы, оставшиеся живы, будем вместе с ним подняты на облаках, чтобы встретить Господа в воздухе. И уже всегда с той поры будем с Господом. Çox maraqlıdır ki, elə bir dövr başlayacaq ki, soyuma gedəndə Rəbb deyəcək ki, artıq vaxtdır ki, səni yerdən götürmək lazım. То есть наступит такое время, когда будет сильное охлаждение, и Господь скажет, достаточно, я забираю свою церковь. Və Məsih buludlar izzəti içində gələcək və bizi izzəti içində ölənlər hamısı diriləcək. Məsihdə ölənlər. Ага. Христос в славе своей в облаке будет возвращаться, и умерших первых, кто верили, они воскреснут. Və sonra bizə, əgər biz o dövrdə sağ qalsa və yaxud bizdən sonraki nəsə sağ olsa bir an içində dəyişiləcəklər. Aha. Bir göz qırpımında. Gözünüzü qırpın ya. Ага. Değişiləcək yox. Dəyişiləcək və göy А qalxacaq. те, кто живые, верили, да, им в одном моменте все изменится. Və bu andan etibarən yer üzündə yeni bir dövr başlayacaq. И начнется на земле новый период. Və buna deyirlər əzab dövrü. Это называется период, забыл это, вечный мук. Biz Великая skor. Великая скорбь. Вот. Və bu çox imanlılar bəzən fikirləşirlər ki, yox bu göyə qaldırılma baş verə bilməz. Yəni bu mümkünsüz bir şeydir. Многие считают, что это невозможно, что мы поднимемся вместе с ним. Bizim əlimizdə bir neçə arqumentlər ola bilər bunun üçün. У нас есть несколько аргументов на это. Yadımıza salaq, kim göyə qaldırılmışdı? Давайте вспомним, кто же все-таки поднялся? Енох. Yenox, biri Xanok, başqa? Иисус. İlyas. Кто поднялся на небеса? Да, мы знаем Енох и Илья. Yəni Rəbb lazım olanda öz balalarını götürüb yer üzünə. То есть Господь, когда надо, Он показывает, что для Него это возможно, Он забирался. İlyasın dövrü məsələmi imeni onu təqiblə dövrüdür və Rəbb onu götürdü. Вспомню Илью, его гоняли, он был под преследованием, и Бог его просто взял и вознес. Və bizim kəlamda başqa nümunələrimiz var ki, nə zaman Allah yer üzünə münasibətini dəyişəndə, cəza, qəzəbini göndərəndə öz xalqı necə ayırırdı oradan. И мы можем обратить внимание, что когда Господь что-то планирует, может наказать, научить и так далее, Он обязательно своих людей спасал. Yadınıza gəlin Nuhun dövründə Allah öz balalarını ayırdı, öz adamlarını ayırdı və saldı qayığın içinə. Давайте вспомним Ноя, Великий потоп. Господь знал, что будет такая трагедия будет, и Он что делает? Он избрал своих людей, которые были послушны, и Он вел их в корабль, чтобы они были Yadınıza спасены. salın Lutun hekayəsini. Rəbb Lutu çıxartdı Sodomla Hamordan. История Лота, когда Содом Гоморра должен был уничтожен, и Он оттуда его вывел. Yadımıza salın İsrail xalqını Allah necə fərq qoyurdu. Misirləri cəzalandıranda nələr başına gəldi? İsrail xalqına heç nə olmadı. Ага. Мы вспомним израильский народ, когда все первенцы должны были уничтожены быть, или все эти казни происходили, но израильского народа это не касалось. Bir çoxlarının büdrədən söz burada bulud sözüdür ki, buludla gəlmək bu nə deməkdir? Многие люди спотыкаются, думают, как это в облаке придет, какое это Amma облако? kəlamı bilən insanlar bilir ki, bulud Allah huzurunun rəmzidir. Ага, но все, кто знает, изучает Писание, знают, что облако означает присутствие Божие. Yadımıza sala necə Allah dəfələrlə deyir ki, buludları öz faytonum kimi istifadə edirəm. Поэтому это слово даже не знаю. Господь говорит, что я использую свое облако как колесницу. Hə. Колесницу. Dəfələrlə Allahın Облачный Oluşu stop, yəni bu Allahın birbaşa izzətinin rəmzidir. Bu o deməkdir ki, hərfi mənada buludlardır. Мы помним, как Израиль шел под облачным столбом. Это означает, что Господь сам ведет. Это Его слава. Və biz göyə qalxanda bir müddətdir Məsihlə olub orada xidmətlərimizə görə mükafatları alacaq. Ага. И мы, когда поднимемся на небо, мы будем с Христом, и Он будет раздавать награды за служение. Amma belə deyim, bütün o detalları biz danışa bilmirik. Мы не можем это все говорить, мы не знаем. Çünki bizim üçün o belə deyim, həvari paldı kimi biraz məlum deyil. Ага. Для нас это некоторые вещи как завеса. Мы не видим, мы чуть-чуть так приоткрыли, смотрим. Amma həmin vaxtı təsəvvür etsən necə istəyirsən, hop, kimsə yoxa çıxdı. И как это может быть, даже фильмы снимали, раз и был рядом, исчез. Вот так будет.
Rüstəm getdi, mən qaldım. Necə olur? Видим, меня наоборот. В общем, плохой пример, говорит, оп, я вознесся, Господи, пожалуйста. А Саид пусть тоже вознесется, но он как будто бы остался. Çoxları deyir ki, bu dünyada xaos yaradar. Belə şey ola bilməz. Не-не. Çoxları deyir bu dünyada xaos yaradar. То есть многие считают, что да нет, такой не может, это создадит хаос в мире, да все рухнет, система рухнет. Adi elementar yadınıza salın. Bu 3 ay ərzində nələr baş verdi dünyada? Hansı yadınızdadır? Давайте вспомним, а что же происходило в эти 3 месяца в мире? Много чего, брат. Новый президент был избран. Не у нас. Hə, təsəvvür et, dünyada o qədər şeylər baş verir ki, biz dünyanın baş verəndə uzun boyu xatırlamırıq. Çünki dünya hər gün yeni xəbərlər var, hər gün yeni xəbərlər var. Mən uşaq olanda SSR-də olimpiyada olmuşdu, onu müzakirə edirdilər. Amma indi o qədər olimpiyadalar olubsa, o qədər dünya çempionatı olub, heç bir müzakirə olunmur. Когда Саид был, а он был в 90-м году, люди еще обсуждали Олимпиаду в СССР 80-го года. Саид хочет сказать, что сегодня так быстро все происходит, что мы даже не можем вспомнить, что было неделю назад. Hə, yəni hadisə çox tez cərəyan edir. Ona görə insanlar bu şokdan daha da tez çıxacaqlar. Ага, то есть события происходят быстро, и поэтому я считаю, что люди будут не удивлены, потому что мы быстро привыкаем к изменениям. Belə kilsələr qalacaq yer üzündə, binalar qalacaq, saxta imanlı pastorlar qalacaq, vasitələr qalacaq, güya imanlılar qalacaq. Грустно, что церквя, люди, верующие, Кавычка. верующие, пастыря, которые, они могут остаться. Və niyə İsa Məsih götürəcək kilsənin yer üzündən? Почему же Христос заберет свою церковь? Çünki 7 il istirab dövrü başlayacaq. Потому что будет 7 лет великой скорби. Bəziləri düşünür ki, İsa Məsih kilsəni 7 ilin ortasında götürəcək. Bəziləri Некоторые считают, что, правда, считают, что Господь Христос придет, когда будет середина великой скорби. çünki 3 il yarım, birinci 3 il yarımda şeytan hər şeyi yaxşı aparacaq. Ага, потому что есть такая идеология, что первые 3 года, 3,5, он будет так себя вести, что люди наоборот будут вау, да, и поэтому Господь Христос еще не придет. Ha, amma biz bunu belə deyək, iddia edə bilmərik. Но мы не можем это как аргументировать, что это так и будет. Və böyük istirab dövründə nələr baş verəcək? А что же будет происходить в период великой Rəbb скорби? kilsəni evakuasiya eləyəndən sonra 3 il yarım şeytanın komfort zonası olacaq. Когда Господь эвакуирует свою церковь, да, будет 3,5 года классной жизни. Və şeytan özü yox, onun adamı olacaq, onun peyğəmbərləri təbliğat maşını То olacaq. есть сам дьявол, но не он дьявол, а его люди, его подчиненные, они будут делать свою правильную работу. Və ola bilər Rəbb yer üzünə ekoloji, iqtisadi, siyasi bəlalar göndərsin. Раб Юндас. Rəbb Ага, göndərsin. Господь может быть послать какие-то катаклизмы экологические, глобальные там, так Və далее. amma Kəlam bizə baxanda deyir ki, bu daha çox Vəh kitabı 6-cı fəsildən 19-cu fəsilə qədər əhatə eləyir. Və Kəlam deyir ki, o dövrdə insanlar belə deyək, tövbə eləməyəcəklər bu görəndə. И когда эти будут катаклизмы происходить, 6 по 19 главы Откровение говорит, что люди все равно свое сердце не отдадут Господу. Hə, tövbə eləyənlər olacaq, o barədə danışacağıq indi. И будет тот, кто придет. Мы поговорим об этом. İkinci Salonikiləri aça bilərsən, 2-ci, 3-cü fəsil. Давайте Yəni нам ikinci fəsil 3-cü aydan 10-cu aya kimi. теперь откроем 2 Фессалоникийцам. Hə, ikinci Salonikilər 2 глава. 3-dən 10-a kimi. İkinci Salonikilər 2-ci fəsil 3-dən 10-a kimi. Давайте на азербайджанском читайте, я на русском не буду читать, что времени не ворвать. Aslanlı. Hə, yaxşı. Kəlam deyir ki, heç kim sizi heç bir şəkildə aldatmasın. Çünki Salon kilsəsi demişlər ki, Məsih artıq gəlib və onlar fikirləşirlər ki, göyə qalxma, hər şey tamamlanıb. Və ona görə də Həvayi Paul yazırlar ki, heç kim sizi heç bir şəkildə aldatmasın. Çünki əvvəl üsyan qaldırılaraq həlak edilməli qanunsuz adam meydana çıxacaq. Çıxmayınca o gün gəlməyəcək. Bir qanunsuz adam meydana çıxacaq. O adam Allah adlanan yaxud səcdə edilən hər şeyə qarşı çıxaraq özünü hamıdan üstün tutacaq. Belə ki, Allahın məbədində əyləşib, özünün Allah olduğunu elan edəcək. Aha. Tamam. Bəli, vaxt çatanda meydana çıxsın deyə, tamam edəyim. Bəli, vaxt çatan meydana çıxsın deyə indi o adama nəyin mane olduğunu bilirsiniz. Hələ indi də qanunsuzluğun sirli gücü fəaliyyətdədir. Ancaq hələlik həmin gücə mane olan şəxs aradan qalxana dək belə olacaq. Sonra həmin qanunsuz adam meydana çıxacaq və Rəbb İsa onun ağzından çıxan nəfəsi ilə öldürəcək.
öz zühurunun əzaməti ilə məhv edəcək. Aha. Bu qanunsuz adam şeytanın fəaliyyətinə əsaslanaraq hər cür yalan, möcüzə, əlamət, xariqələrlə və həmçinin hər cür haqsızlığın hiləsi ilə gələcək. Həqiqəti sevərək xilas olmaq əvəzinə bunu rədd etdikləri üçün həlak olacaq insanları aldatsın. Kəlam deyir ki, bu dövrdə şeytanın gücü ilə bu şəxs böyük möcüzələr, əlamətlər, xariqələr törədəcək. Писание говорит, что дьявол посредством своего человека будет делать разные удивительные дела и чудеса и знамения. Bu sözdə əlamətlər, xariqələr, möcüzələr İsa Məsihin etdiklərini tətbiq olunurdu. Həvarilərin etdiklərini tətbiq И olunurdu. здесь говорится о том, что то же самое делал Христос, если я правильно понял, да? Вот, эти слова, они используются Христу, то есть он делал дела, чудеса и знамения. Və şeytan da gələcək, daha doğrusu onun adamı gəlib bu mənzərəni yaradacaq insanlar üçün. И этот человек, он посланный будет дьявол, он будет делать это. Əvvəllər neçə illər qabaq məsihçilər buna inanmırdılar. Çünki deyirlər ki, İsrail yoxdur, dövlət yoxdur, məbəd yoxdur. Ага, в свое время люди не верили это, потому что не было израильского государства, не было храма Божьего. Amma indi isə biz görürük ki, vəziyyət dəyişir. А сейчас мы видим, ситуация изменилась. Ən böyük qırğın elə oradakı məbədin tikilmək üçün gedir. А самая большая битва там идется над строительством того Божьего храма. Və budur, oradakı Allahın məbədinə gələcək, oturacaq orada və özünü Allah elan И edəcək. что он сделает? Он сядет в Божьем храме и будет называть себя Богом, и будет как Бог. Və bu dövrdə belə davam edəcək. И этот век будет он таким. 3 il yarım, ikinci 3 il yarım bu əsl şeytanın bütün nifrətini, qəzəbini, hiddətini tökdüyü dövr olacaq. Второй период, 3,5 года, там уже будет не сладко. Там будет вся ненависть, ложь будет проявлена. Və bu dövrdə isə iman edənlər olacaq, həmin bu 7 ilin içində. И вот в этот период, следующие 3,5 года, Yəni, общий 7 il tikə. в это 7 лет как раз и найдутся те, кто уверует в последний момент. Ola bilər ki, bu o şəxslər olacaq kimin yaxını göyə qaldırılmışdı və eşitmişdi ki, bir gün bu şey baş verəcək. Ага, это могут быть, знаете, те, кто знал, что он верующий, может быть, родственник был, да, и они видели это, они могут стать свидетелями. Bəziləri iddia edir ilahiyyatsa ki, bu dövrdə məhz İsraillilər kütləvi şəkildə iman etməyə başlayır. Некоторые считают, что это израильтяне наконец-то уверуют. Bir çoxları inanır ki, bu dövrdə saxta imanlı, hansılar ki, onların ətrafında olanlar getmişdilər, bacı-qardaş adlandırdıqları, indi özləri həqiqətən iman etməyə başlayacaq. Ага. Многие считают, что это те, кто на самом деле не верил, как сказать, не знали Христа, но считают себя верующими, они наконец-то придут. Və o dövrdə ən güclü təqib baş verəcək. И в это время, 3,5 года, будут самые сильные gонения. Və İsa Məsih deyir ki, o dövrün istirabları elə olacaq ki, dünya yaranandan bəri elə bir əzablar yer üzündə olmamışdır. И Христос говорит о том, что за гонение это будет. Он говорит, мир и земля еще не видела таких gонений. Və Vəhdə 7-ci fəsil 14-cü ayədə yazılıb ki, Yəhya baxır görür ki, bir kütlə insan gəlir və soruşur Məlikdən, bunlar kimdir? Deyib, bunlar böyük istirabdan çıxanlar da hansı ki özlərini Məsihin qanı ilə yuyublar. Ага. И Иоанн в 7 главе видит, как идет какой-то народ, и он говорит, а кто это? Он говорит, это люди, которые в великой скорби были омыты кровью Иисуса Христа. İnsanlar bu dünyada şeytanın hakimiyyətinə daha çox üstünlük verirlər. То есть люди в этом мире больше выбирают быть под властью дьявола. Günah etməklə, ikiyüzlü həyat yaşamağını və Жить s. двойной жизнью, в принципе, выбирать грех. Hə. Və Allah da istəmirsən bu da, Allah sən 7 il keyf elə. Ага, Господь говорит, не хочешь сейчас, на тебе 7 лет, наслаждайся. Və amma bu 7 il bitəcək. Но эти 7 лет будут совершены. Ha. Kilsə o dövrdə olmayacaq. В это время не будет церкви. Bu dövrdə iman eləyənlər olacaq və öldürülənlər olacaq. В это время будут те, кто уверует, и тех, кого убьют. Və ölməyib sağ qalanlarsa gizlənəcək kəlam deyə hər bir yeri kim harda tapdı. Те, кто не будут убиты, будут прятаться как могут. Кто где как может. Amma bu dövrdə bitəcək, 7 ildə Но bitəcək. он тоже будет не вещь. Он тоже это 7 лет. Bəs sonra nə olacaq? Sonra nə Что же olacaq? будет дальше? Kilsənin sevinci davam eləyəcək. А радость церкви будет Bir продолжаться. çoxları deyir ki, burada minillik padşahlıq dövrü başlayacaq. Тут кто-то считает, что будет тысячелетнее царство. Kimsə deyir ki, minillik padşahlıq artıq müqəddəs ruhun gəlişindən bu yana davam edir. А кто-то считает, что с пришествием Христа, Духа Божьего, уже началось тысячелетнее царство, то есть сейчас. Həm vaxta görə, həm yetərincə bilirsizliyimizə görə bu məsələlər müzakirə edilmir burada. То есть и время, и незнание нам, знаний не хватает, поэтому мы это обсуждать не будем.
Amma bildiyimiz bir dəqiq bir şey var. Но есть то, что мы точно знаем. Bu dövrün sonunda İsa Məsih tam izzəti ilə gələcək ki, ağ taxtını qursun. Ага. Мы знаем, что Христос придет в славе своей, чтобы установить свой трон. Vəh 1:7. Vəh 1:7-də belə yazılıb. Первое Откровение 1.7 так сказано. Budur o buludlarla gəlir. Yəni də buludlar. Сказано, слушайте внимательно. И вот Он придет с облаками. Опять облака? Yəni də fikirləşə bilər ki, yəni buludlar da gəldi ilişdi. Da, o- Biz bu barədə danışdıq. Bu Вы Allahın говорите izzəti. по облакам, не падайте, не спотыкайтесь. Bu onun ilahiliyinin, ilahi qüdrətinin əmsidir. Это говорит о Его божественной сильной власти. Hər göz onu görəcək. И увидит Его всякое око, или всякие глаза, все увидят Его. Dünya hər yerində yaşayan insanlar onu görəcək. Со всех краев земли увидят Его. Hətta onun bədənini deşənlər də onu görəcək. Даже те, включая тех, которые Его pronzili. Тело Его. Yer üzünün bütün tayfaları, ola bax, diqqətli ol. Yer üzünün bütün tayfaları onun üçün nalə edəcək. Bəli, belə olacaq. И все народы земли будут рыдать перед Ним. Да будет так. Аминь. Təsəvvür edirsiniz, bütün tayfalar, bütün insanlar onu görəcək, dəhşətə gələcəklər və fəryad edəcəklər. Представьте, все народы увидят и будут рыдать. Və başqa bir sual yəni ki, necə olacaq hər kəs onu görəcək? А вопрос, а как все его увидят сразу? Что... Hə, mən burada Azərbaycanda yaşayıram, Amerikada gecədir, nə bilim, başqa yerdə başqa saatdır. Bu necə Да, olacaq? аминь, брат. Я вот тут сейчас утро у нас возвращаю, а там в Америке сейчас ночь. Как это мы увидим Христа? Tam deyə bilmərəm. Как говорят, no idea, да? Yox, var idi. ya. Bu mənim şəxsi fikrimdir. Вот тут уже его личное мнение, у меня no idea, у него Ага. есть. Ага. Bu gün hansı dövrdə yaşayırıq? Сейчас какой период? 100 il В bundan qabaq. интернете, что ли? Why not? Hə. Yəni bu gün elədir ki, dünyada başqa hər şey hər yerdə görmək olur, düzdür? Adi Google kartını açırsan любой yeri, basırsan oraya bir görürsən ki, hər yerdə hər şey görmək olur. Саид верит, что будет прямая трансляция. Olar, Он верит. bu ola da Я- bilər, bu ola da bilər, olmaya da bilər, yəni. Видите, Библия говорит о будущем, о трансляциях. Why not? Наконец-то, а то все время про море, отделение. Наконец-то. Ну ладно, интересный вывод. Hə, Интересный. yəni bu belə bir potensiya var. Потенциал есть, Ага. потенциал есть. Интересно. Və bu olandan sonra sizə kəlam deyir ki, А когда это все случится, Слово böyük Божье bir ağ говорит, taxt qurulacaq. будет белый трон. Yəni yenə də rəng fikirləşə bilərsiniz, taxt fikirləşə bilərsiniz. А. Это белая футболка, но не трон. Hə. Ага. Fikirləşə bilər ki, bu fizikidir, yəni yenə də Да, вы можете представить, о, трон, как он выглядит. bu ağ taxtın rəmzi onun qüdrəti, səlahiyyəti və onun salihliyi Это deməkdir. говорит о его праведности, это говорит о его власти, о могуществе. Və 20-ci fəsildə bu barədə tam oxuya bilərsiniz. И в 20 главе книги Откровения вы можете полностью прочитать об этом. Kəlam ki, iblisin bu ana etibarən tam hakimiyyəti yer üzündə bitəcək. И сказано, что власть дьявола будет прекращена. Rəbb bütün onun ətrafında kimləri varsa hamısı hop, Ramoy. Cəhənnəmə. Все, кто окружали дьявола этого и его, возьмет и в ад отправит. Və Allah onları hamısı üçün məhkəmə edəcək və onlar hamısı günahlarının cəzasını alacaq. Всех их осудит, и за грехи их тоже. Və ikinci bunun hissəsi odur ki, bütün böyük bir dirilmə olacaq. Вторая новость, что будет большое воскресенье. То есть Salihlər əgər dirilib həyat alırdılarsa və dirilmə baş verilsə, bu dövrdə isə günahkarlar, yeryüzündə yaşamış bütün günahkarlar diriləcək. помните, мы читали о том, что были воскресены те, кто веровали и были праведны. Да? Вот сейчас воскреснут те, кто грешили. Və Adəmlər bu yana qədər bütün, yəni bizdən sonra da olacaq insan hamısı İsa məhkəməsində dayanacaq. Ага. И все, кто от Адама и Евы до сегодняшнего дня и может будущего, да, все они будут воскресены. Kəlam deyir ki, hər kəs, kimi ki adı həyat kitabında yazılmıyor, kimlər ki rəvlə yaşamıyor, onlar günahlarının əvəzini alıb cəhənnəmə gedəcəklər. Мгм. Он говорит, что все, кто не был имена записаны в книге жизни, те, кто не уверовали в него, да, все они воскреснут и получат осуждение за свои грехи. Kim orada dayanmaq istəyərdi? Кто хочет находиться там? Kimə maraqlıdır ki, keçən il Gəncədə bir qıza müjdəliyir, deyir ki, mən də çox maraqlıdır cəhənnəmə gedim görüm. Я недавно говорил с одной девушкой в Гянджане, говорит, очень интересно будет, что там будет в аду. Deyirəm, bəs sənə əbədi həyat maraqlıdır, bəlkə əbədi həyat maraqlandırsın Я səni. говорю, может быть, тебе была бы интересна жизнь вечная с Господом? Deyir, yox, mən də onu yaşamasam, deyir, qərar verə bilməyəcəm. Говорит, если я не испытаю этого, я не пойму.
Hə. Deyirəm ki, bu necə dərin düşüncədir də. Я думаю, как глубока и непознавательна эта мысль. Кто может Və понять? Allah böyük məhkəməsini bitirəndən sonra, hər kəs cəza almalı olan cəzasını alandan sonra, Когда будет этот большой суд, когда каждый получит по заслугам, Allah deyir ki, yeni dünya başlayacaq. он говорит, что создаю новую землю. Amma yox, bağışlayın, ondan qabaq bir şey olacaq. А, нет, забыл, кажется, еще эти. Allah bu dünyanı odla məhv edəcək. Сказано, что этот мир будет уничтожен огнем. Necə Allah bir də su ilə bu dünyanı məhv eləmişdisə, Как Господь один раз уничтожил этот мир водою. yəni yadımızdadır da Nuhun dövrü, bu nədir, biz göy qurşağını görürük o dövrdə xatirə kimi. Мы смотрим на радугу и помним, что так больше не будет. Allah dedi ki, bu səfər Allahla yer üzünü məhv edəcəm. Сейчас же он говорит, об этот раз не водой, говорит, огнем. Hə. Və bundan sonra kəlamdır ki, göydən səmavi Yerusəlim bəy üçün hazırlanmış gəlin kimi yer üzünə inir. Ага, и говорит, что после этого, как святой Иерусалим спустится, как невеста, Подготовленная да, для- как невеста подготовленная для жениха. Ага. Və bu andan etibarən artıq yeni həyat, yeni əbədiyyət başlayacaq. И в этот момент начнется новая жизнь, вечная жизнь с ним. İndi sual yaranır, bəs Yaqub nə demişdi bu barədə? Вопрос, вернемся к нашему другу. Что и Яков говорил об этом? Yaqub hardan bilirdi nələr baş verəcək? А он откуда знал, что будет? Və Yaqubun dediklərini daha genişi görə bilər və 21-22 fəsillərdə. Ага, для того, чтобы понять Яков, мы откроем Откровение. Не открой. Tam apısını. Там написано в 21 главе. İftiraslar. Onu da özünüz evdə oxuyarsınız. А вы можете дома прочитать 21, 21 ve 22 fəsili Vəh kitabını. Amma gəl Yaqubun dediklərini qaytar. Давайте снова вернемся к Особляется. нашему другу и брату Иакову, 49 глава. Yaqub deyir ki, hökmdar o vaxta qədər əsanın sahibi gələcək, onda xalqlar ona itaat edəcək. Birinci buna başlayır. Это где, в какой 8? Доколе придет. Tот, kому принадлежит, kому покорятся все народы. Он уже aya. Vaxt ya biz artıq bu prosesin içindəyik. Artıq xalqlar fikir bu canlı üslubdur ki, artıq xalqlar Məsihə itaat eləyirlər və o dövrdə hamı itaat eləyənlər bir yerdə Мы olacaq. уже являемся свидетелем того, что уже народы поклоняются Христу, да? А наступит время, когда все поклонятся Ему. Elə bir dövr sonra ikinci etapda o deyir ki, eşeğini tənəyə, ulağını seçmə bir tənəyə bağlayacaq. Он привяжет своего осла к виноградной лозе. Çox maraqlı bir kommentariyadır Yaqubdan. Очень интересный такой. Yaqubun həyatı ilə çox xarakterizə olan bir şeydir bu. Очень сильно относится к жизни Якова, характеризует его жизнь. Niyə görə? Почему? Yaqubun bütün həyatı yollarda keçib. Потому что вся жизнь Якова, она была в dороге. Он, O Beerşevada yaşayırdı, он жил в Бершеве Esavla görüşənə qədər. до встречи с Исавом. Oradan qaçır Beytelə, Потом он бежит Vifil. Вифиль. Oradan qaçır Xarana, Потом идет в Харан. oradan gəlir Sukkota. Потом идет забыл как. Sukkot. Сугод, да. Сукот, это праздник. Ага. Və orada özünə artıq bir ev fikirləşir ki, sürgün həyatı qurtardı, Da. orada yaşayacaq. Там он наконец думает, что беженская жизнь заканчивается, строит шатры. İnşaatını imeni построил dom. Dom построил. Вау. Birinci dəfə. Amma orada da yaşaya bilmir, oradan gedir Sixemə. А там, к сожалению, он не смог прожить, идет в Сихем. Oradan gedir Vefilə, Beytelə. Опять идет в Вифиль, Oradan köçür Efrata. потом в Ефрат, Oradan köçür Edərə. Эдер. Ага, потом переезжает в Эдер, Oradan köçür Qiriyyat Arbaya. потом туда, Sonra keçir tezdən Beerşevəyə. потом снова возвращается в Бершева. Təsəvvür edin bu həyatı bir insan ömründə nə qədər şəhərlər dəyişər. Представь себе, сколько у меня город, вы скоро дойдете. Və onun axırında Beerşevədə hara köçür? А потом в конце с Бершевы куда переезжает? Misirə. В Египет. Və gedir orada ölür. И там умирает. Oradan da sümüklərini götürürlər, tezdən qaytarırlar yerinə. А потом там, если вы читать внимательно, его кости относятся обратно. Ona bir şəxs lazım idi ki, eşeği bura bağla deyən dincə. Ага, ему кто-то должен был подать и сказать, слушай, иди привяжи своего осла и оставайся здесь, да. Onun həyatı daima köçsəydi və o inanırdı ki, bir gün vaxt gələcək, artıq bu köç, bu sərkərdanlıq, bu əzablı həyat bitəcək, yanacaq. И ему было это открыто, что в одно время это все переезд, эта беженская жизнь, она завершится.
Təsəvvür nəqliyyat sistemi olmadı, oradan ora köç, buradan köç. Nə qədər çətin bir şeydir bu. Представь себе без транспорта, да, как это все это было сложно. Onun ən çox axtardığı şey dinclik, stabillik, daimilik. Ага, а он искал покой, мир, стабильность. Və vaxt gələcək, Allah deyir ki, sən gələcək həyatda, növbəti dünyada bu şey baş verəcək. И Бог обещает, говорит, там, в новом месте, говорит, ты найдешь покой, мир. İkinci burada deyir ki, tənəyə bağlayacaq eşeğini. Это виноградная лоза. Ага, второе, виноградная лоза, к ней будет привязана. Və bu İsraillilər üçün məhsuldarlıq, bərəkət А мы rəmzidir. знаем, что для израильтян это значение плодородности. Yadınıza gəlirsə, İsrail xalqı kəşfiyyatçılar gedib qaydanda onlar üzüm tənəyi götürmüşlər özlərinə. Ага, помню, когда разведчики пошли, они забрали виноградную лозу. Və Yaqub əldə etdiyi hər şeyi əldə edənə qədər çox zülmlər çəkmişdi. И Иаков, чтобы все потом это приобрести, все, что имел, он много мучился, Və помучился. o qazandığı hər şey burnundan gələ-gələ kobud şəkildə əldə Ага, и etdi. все, что он, в принципе, получил, это все пришло нелегко. Amma Kəlam ki, ona vaxt gələcək, o stabillik və bollluq, bərəkət içində yaşayacaq. Ага, но Библия говорит, что время придет, когда ты будешь жить в изобилии. Yeni dünyada vəht dedik ki, orada böyük bolluq olacaq, böyük bərəkət olacaq, böyük xeyir В olacaq. новом месте будет изобилие, будет благословение. Və orada deyir ki, Məsih gələndə paltarını şərabda yuyacaq. И сказано, что когда Христос придет, его одежда будет помыта в вине. Bu ilə o demək istəyir ki, vaxt gələcək elə bir sevinç bolluğu olacaq. Çünki şərab orada sevinci rəmzi edir. Ага. Что означает вино? Это означает радость, то есть будет изобилие радости. Vaxt var idi ki, Musa gəlmişdi və İsrail xalqı üçün, daha doğrusu Misirlər üçün suyu qana döndərmişdi. Ага, потому помню, когда Моисей пришел, чтобы вывести народ, он превратил воду в кровь. İsa Məsih gəldi isə suyu şəraba döndərdi ki, sevinç bir olsun, toy ziyafəti olsun. А Иисус пришел, превратил воду в вино, чтобы была радость на свадьбе. İsa Məsih bu ilə deyirdi, artıq qanun yox, lütf dövrü И başlayır. он говорил, что отныне не время закона, а время благодати. Və yeni dünyada bolluq olacaq, stabillik olacaq və sevinç olacaq. Он говорит, в новом месте, в новой земле будет радость, изобилие радости. Və sonda deyir ki, düşləri süddən daha olacaq. Сказано, что зубы были белее молока. Kimin dişləri süddən ağ olur? У кого это здесь зубы? Вот Райан улыбается. И у кого это здесь зубы белее молока? Neçə min biz pul qoyuruq ki, dişlərimizi bərpa edək. Çünki yaşlandıqca dişlərimiz korlanır. Ага, оказывается, кто-то здесь много тысяч ставит, чтобы их зубы были белее молока. Çünki bu bizim sağlamlığımız getdikcə gedir. Потому что наше здоровье, оно с каждым днем становится слабее. Amma yeni слабее. həyatda isə insanlar sağlam olacaqlar. А в новом месте, в новой земле мы будем всегда здоровы. Bu Rəbbin vədləridir bizə. Это обещание Господа. Hansı ki, Rəbb deyir, bu etapları keçəndən sonra bu cürə bir həyat başlayacaq yer И üzrə. Господь говорит, что после всех этих этапов начнется новая жизнь. Fikir verin, Yaqubdan haralar gəldi çıxdı. Обратите внимание, как мы с Иакова dошли до сюда. Bunun dalına görə danışırıq, biz bilək ki, Allahın bu dünyanın sonu üçün planı var. Мы об этом говорим, чтобы показать, что у Бога есть план. Allah prosta sadəcə gündəlik ilmi üçün, ayımız üçün plan yazmayıb. Господь не живет сегодняшним днем или вот для этого месяца. Kəlam deyir, onun işləri artıq tamamlanıb, o artıq gəlib çatıb ora. Потому что Писание говорит, что его дела уже завершены. Bəlkə aylar lazım olacaq, bəlkə illər lazım olacaq bu şeylər baş Может, versin. это должно произойти месяцы, года, столетия. Amma vaxt gələcək, Allahın padşahlığı yer üzrə tamamilə qurulacaq. Но время придет, Божье царство будет установлено. Kəlam bizi sadəcə deyir ki, bu şeyləri bilək ki, biz yatıb qalmayaq. Ага. А почему мы об этом говорим? Почему Писание говорит, что вы не спали, не дремали? Çünki biz ümid imanları, biz ümidlə yaşaymalıyıq. Потому что мы верующие, которые живут надеждою. Və Allah istəmir ki, biz nə istirablarda yaşayaq, nə şeytan hakimiyyətində yaşayaq. Господь не хочет, чтобы мы жили в этой скорби, чтобы мы жили под властью Biz дьявола. hər gün o ümidlə yaşayaq ki, bugün İsa gələcək. Ага, мы чтобы жили с верой и надеждой, что Христос вернется. Amin. Amин. Çox uzundur deyə çalışdım hər şey qısa danışım. Bu uzundur. Çox şeylər, detalları buraxıb danışırıq. Это было длинное, я много опустил. Və sadəcə bu mövzuları biz açıq qoyuram ki, düşünək bu barədə. Я оставляю это на ваши размышления, чтобы вы размышляли. Çünki düşündükcə biz Məsihin gəlişini özümüz üçün təravətli saxlayırıq. Ага, потому что чем больше мы об этом размышляем, мы оставляем наши мысли о Христе свежими. Məsih gələnə qədər isə biz müqəddəs olaq, sadiq olaq və salih olaq. Ага, но до пришествия Христа давайте оставаться праведными, святыми и верными. Amin. Аминь. Kommentariya, sual, fikir olan var?